Yəqin yadınızda olar. Təxminən 2 il bundan əvvəl Labubu adlanan bu dovşan qulaqlı adi oyuncaq sosial şəbəkələr vasitəsilə birdən-birə məşhurlaşdı və bütün dünyada Azərbaycan pulu ilə təxminən 20-25 manata satılmağa başladı. Bütün uşaqlar, yeniyetmələr ona Labubu alınmasını istəyirdi. Səbəbi isə sosial şəbəkələrdə hamının öz oyuncağını nümayiş etdirməsi idi. Bu satışlardan Çin əsilli PopMart şirkəti təxmini 2 milyard dollar qazanc əldə etdi. Bu çox qəribə təcrübənin arxasında insanın dərin psixoloji tərəfləri dayanırdı. Bunu daha yaxşı anlamaq üçün gəlin liftdə sınaq üçün çəkilmiş bu videoya diqqət edək. Bu videoda qara palto geyinmiş liftə minən şəxsə diqqətlə baxın. Liftdəki digər şəxslərin hamısı eksperiment üçün seçilmiş adamlardır və bilərəkdən liftin qapısına tərəf arxalarını çevirib eyni istiqamətdə dayanır. Liftə minmiş paltolu şəxs əvvəlcə öz bildiyi kimi normal dayanır. Amma çox qısa müddət keçməmiş onlara baxır və eyni onların dayandığı istiqamətdə çevrilməyə başlayır. Növbəti eksperimentlərin də 90%-i eyni hal ilə təkrarlanır. Liftə minən tək adam bir anda çoxluğa tabe olmağa başlayır. Bu ən sadə vəziyyətlərdən birində liftdə hər hansı bir istiqamətdə çevrilib dayanan insanlarla eyni istiqamətdə dayanmağa onları nə vadar edir? Bəli, kütlə psixologiyası. Sosial psixologiyada və məntiqdə ən çox qarşılaşdığımız, lakin ən təhlükəli illüziyalardan biri əksəriyyətə əsaslanan dəlil xətasıdır. İctimai müzakirələrdə, dini polemikalarda və siyasi debatlarda tənqidi düşünən fərdin qarşısına dərhal şablon bir sual çıxarılır. Milyardlarla insan buna inanır. Yəni bu qədər insan ağılsızdır, bir sən ağıllısan? Bu sual əslində qarşı tərəfi susturmaq və fərdi mühakiməni kütləvi psixologiyanın altında əzmək üçün istifadə olunan psixoloji anesteziyadır. Bəşəriyyət tarixi göstərir ki, bir fikrin geniş kütlələr tərəfindən qəbul edilməsi onun doğru, elmi və ya əxlaqi olduğunu sübut etmir. Əsrlər boyu milyonlarla insan yerin kainatın mərkəzi olduğuna, günəşin yerin ətrafında fırlandığına tam səmimiyyətlə inanırdı. Əsrlər boyu ən sivil cəmiyyətlərdə belə quldarlıq təbii norma kimi qəbul olunurdu və milyonlarla insan buna qarşı çıxmağı ağılsızlıq sayırdı. Hazırda təkallahlı və digər dinlərin əksər insanları insanın inəyə inanmağını absurd sayır. Öz dinlərinə qarşı çıxanlara bu arqumenti səsləndirirlər. Bu qədər adam inanır, indi sən ağıllısan? Halbuki dünyada inəyin müqəddəs olduğuna inanan da elə 1,2 milyard insan var. Deməli, məsələ 1,2 milyard insanın ağılsız olub olmaması deyil. Məsələ insan beyninin konformizmə və mənsub olduğu toplumun inanclarını sorğulamadan mənimsəməyə meyilli olmasıdır. Sosial psixoloq Solomon Aşın məşhur eksperimenti göstərdi ki, fərdlər gözləri ilə gördükləri aşkar həqiqəti belə sırf ətrafındakı kütlə əksini dediyi üçün danmağa hazırdır. İnsan üçün kütlədən təcrid olunmaq, fərqli görünmək və qrup tərəfindən rədd edilmək qorxusu həqiqəti müdafiə etmək ehtiyacından çox vaxt üstün gəlir. Bu qədər insan deyirsə, deməli bir bildikləri var düşüncəsi fərdi məsuliyyətdən azad edir. Fərd öz tənqidi təfəkkürünü kütlənin kollektiv şuuruna təslim edir. Lakin bu təslimiyyət cəmiyyətlərin inkişafını tormozlayan və onları manipulyasiyaya açıq edən ən böyük zəncirdir. İnsan təbiəti gərəyi sosial varlıqdır. Biz təhlükəsizlik, qəbul olunmaq və sığınacaq tapmaq üçün tarixin bütün dövrlərində qruplara, qəbilələrə, icmalara birləşməyə meyil göstərmişik. Lakin bu birləşmə müəyyən bir həddi keçdikdə və fərd kütlə adlı böyük bir mexanizmin kiçik vintinə çevrildikdə insan şuurunda təhlükəli bir dəyişiklik baş verir. Fransız sosial psixoloqu və sosioloqu Gustave Le Bon özünün klassikləşmiş kütlələr psixologiyası əsərində bu fenomeni dərinliklə təhlil edir. Le Bon göstərir ki, fərdlər bir araya gəlib kütlə formalaşdırdıqda onların malik olduğu fərdi zəka, təhsil, əxlaqi dəyərlər və tənqidi təfəkkür sanki buxarlanır. Kütlənin tərkibində bir professorla adi bir insanın davranışı, reaksiyaları və psixologiyası təəccüblü dərəcədə eyniləşir. Bu proses necə baş verir? Kütləyə qoşulan insan anonimləşir. Tək başına olduqda məsuliyyət hiss edən, hərəkətlərinin nəticəsini düşünən fərd kütlə daxilində bunu hamı edir rahatlığına qapılır. Nəticədə fərdi məsuliyyət hissi yoxa çıxır və fərd özünü kütlənin böyük gücünə təslim edir.
Le Bon'un da vurğuladığı kimi, kütlə daxilində tək-tək insanların zəkası toplanıb daha böyük bir ağıl yaratmır. Əksinə, zəka sürətlə azalır və idarə etmə tamamilə ibtidai emosiyaların, qorxuların, nifrətin və instinktlərin əlinə keçir. Kütlə mürəkkəb elmi və məntiqi arqumentləri anlamaq istəmir. O yalnız sadə obrazlara, kəskin şüarlara, nifrət nitqinə və kör-köranə inama qulaq asır. Məhz kütlə psixologiyasının bu zəifliyi üzərində ideologiyalar kök salır. İdeologiya istər dini, istər millətçi, istərsə də siyasi olsun, cəmiyyətə hazır, qablaşdırılmış cavablar toplusu təqdim edən bir düşüncə sistemidir. Dünya mürəkkəbdir. Sosial, iqtisadi, elmi və geopolitik prosesləri anlamaq, analiz etmək, müxtəlif mənbələri oxuyub tərəfsiz nəticə çıxarmaq beyin üçün böyük enerji və zəhmət tələb edir. İdeologiya isə insana ən böyük psixoloji rahatlığı təklif edir. O bütün bu ağır əqli yükü fərdin çiynindən götürür. İdeologiya mürəkkəb dünyanı sadələşdirir və onu 3 əsas dayaq üzərində insana həzm etdirir. 1. Dostu və düşməni dəqiq bölür. Biz və onlar. İdeologiya dünyanı ağ və qara rənglərə ayırır. Biz hər zaman haqlı, məsum, müqəddəs və yaxşıyıq. Onlar isə şərin, təhlükənin və bütün bəlaların mənbəyidir. Bu bölgü insanı tərəddüdlərdən azad edir. 2. Mürəkkəb suallara bəsit cavablar verir. Yoxsulluğun, müharibələrin, ədalətsizliyin və ya iqtisadi böhranların dərin səbəblərini araşdırmaq əvəzinə ideologiya hazır günahkar təqdim edir. Bütün bəlalarımızın səbəbi filan dindir, filan qrupdur, filan millətdir və ya xarici güclərdir. 3. Mənsubiyyət və təhlükəsizlik hissi bəxş edir. Tək başına olan insan özünü aciz və müdafiəsiz hiss edə bilər. Lakin milyonlarla insanın mənsub olduğu bir ideologiyanın hissəsi olduqda, fərd özünü nəhəng bir gücün parçası kimi görür və bu ona yalançı bir təhlükəsizlik hissi verir. Bu psixoloji mexanizm işə düşdükdə cəmiyyətdə ideoloji korluq mərhələsi başlayır. Artıq sorğulama mexanizmi tamamilə sıradan çıxır. Çünki ideologiya sisteminə şübhə ilə yanaşmaq, bəs əgər biz səhv ediriksə sualını vermək, yalnız bir fikrə qarşı çıxmaq deyil, həm də mənsub olduğu kütlədən təcrid olunmaq riskidir. İdeoloji korluğun hakim olduğu cəmiyyətlərdə tənqidi düşünən, faktları göstərən və ya fərqli baxış bucağı təklif edən şəxslər dərhal xain, ağılsız, satqın və ya düşmən agenti elan olunur. Kütlə öz ideoloji illüziyasını qorumaq üçün hər bir fərqli səsi boğmağa hazırdır. Nəticədə cəmiyyət öz kollektiv ağlını itirir. Kütləvi psixoz elə bir həddə çatır ki, cəmiyyət addım-addım özünü iqtisadi, siyasi və hərbi fəlakətə doğru aparsa belə, bunu böyük bir fədakarlıq, müqəddəs borc və ya tarixi ədalət kimi alqışlayır. Çünki ideologiya tərəfindən keydilmiş şuur artıq real dünyanı deyil, özünə təlqin edilən mifi görür. Kütlə psixologiyasının və sorğulanmayan millətçiliyin necə bir dəhşətə çevrilə biləcəyini anlamaq üçün 20-ci əsrin ortalarına Almaniyaya baxmaq kifayətdir. Almaniya 19-20-ci əsrlərin qovşağında Avropanın elmi, fəlsəfi və mədəni mərkəzlərindən biri idi. Höte, Kant, Nietzsche, Beethoven və Einstein kimi zəkaları yetişdirən bir xalq necə oldu ki, vur tut 10-15 il ərzində faşizm ideologiyasınınəsirinə çevrildi. Birinci Dünya müharibəsindən sonra Almaniya dərin iqtisadi böhran və Versal müqaviləsinin təhqir amili ilə üz-üzə qalmışdı. Hitler və nasional sosialistlər xalqa sadə bir mesaj verdi. Siz ari irqsiniz, üstün millətsiz. Bütün bəlalarınızın səbəbi isə daxildəki xainlər, yəhudilər, kommunistlər və xaricdəki düşmənlərdir. Təbliğat maşını Joseph Goebbelsin rəhbərliyi ilə radiodan, mətbuatdan və kütləvi mitinqlərdən istifadə edərək eyni yalanı milyonlarla dəfə təkrar etdi. Nəticədə neçə professor, həkim, mühəndis və müəllim tənqidi təfəkkürünü itirərək bütün almanlar bunu dəstəkləyir, deməli doğru olan budur düşüncəsinə təslim oldu. Milyonlarla insan digər xalqların məhv edilməsini, konsentrasiya düşərgələrini və dəhşətli müharibəni alqışladı. Nasizm göstərdi ki, savadsızlıq yox, sorğulamamaq cəmiyyəti vəhşiləşdirir. Kütlə psixologiyasının ən çox istifadə edildiyi alət süni şəkildə yaradılmış daxili və ya xarici düşmən obrazıdır. Cənubi Qafqazda Azərbaycanlılar və ermənilər əsrlər boyu yan-yana yaşayan xalqlar olub. Lakin 19-cu əsrin sonlarından etibarən Rusiya imperiyası, daha sonra isə Sovet rejimi bölgədə öz hakimiyyətini daimi etmək üçün
parçala, bir-birinə düşmən et və idarə et mexanizmini işə saldı. Hər iki cəmiyyətə digərinin əzəli düşmən olduğu, hər an hücum edə biləcəyi haqqında ideoloji nifrət aşılandı. Tarixi faktlar təhrif olundu, kütləvi psixoz yaradıldı. Nəticədə hər iki xalq böyük fəlakətlər yaşadı. Xüsusilə ermənilərdə gələcək nəsillər nifrət nitqi ilə böyüdü. Çünki kütlə bizə bu nifrəti kim və nə üçün aşılayır sualını vermədi. 1979-cu il İslam inqilabından sonra İranda dövlət ideologiyasının mərkəzinə antisemitizm və İsrail-ABŞ düşmənçiliyi qoyuldu. Cəmiyyətə illər boyu təlqin edildi ki, ölkədəki bütün iqtisadi, sosial və siyasi problemlərin səbəbkarı xarici şeytanlar və yəhudilərdir. Bu nifrət ritorikası cəmiyyəti o dərəcədə təsirinə aldı ki, artıq neçə nəsildir ki, insanlar real iqtisadi çətinlikləri, azadlıqların məhdudlaşdırılmasını sorğulamaq əvəzinə dövlətin diktə etdiyi düşmən obrazı ilə mübarizə apardıqlarını düşünürlər. Tarixən antisemitizmin, qırğınların və holokostun qurbanı olmuş yəhudi xalqı da bu sosial-psixoloji dinamikalardan kənarda qalmadı. Yaşadıkları dəhşətli tarixi travmalar zamanla ifrat təhlükəsizlik və qarşı tərəfi ekzistensial təhlükə görmə psixologiyasını formalaşdırdı. Bu travmada öz növbəsində siyasi elitalar tərəfindən radikal ideologiyaları və qapalı cəmiyyət modelini əsaslandırmaq üçün istifadə olundu. Hazırda Türkiyə cəmiyyətində də İsrail-Fələstin münaqişəsi zəminində antisemitizm və anti-yəhudi ritorikası pik həddə çatıb. Siyasi güclər və media bu mövzudan daxili siyasətdə kütlələri konsolidasiya etmək, yəni birləşdirmək üçün istifadə edir. İnsanlar bir fərdin və ya dövlətin siyasəti ilə bütün bir xalqı, dini və etnosu eyniləşdirir. Kör-köranə nifrət elə bir səviyyəyə çatır ki, obyektiv təhlil və soyuqqanlı diplomatiya yerini kütləvi isteriyaya verir. Rusiya tarixi boyunca öz şovinist və imperialist siyasətini kütləyə sırmaq üçün xüsusi psixoloji modeldən istifadə edib. Mühasirədə olan qala və bizim mənəvi üstünlüyümüz. İllərdir ki, Rusiya dövlət təbliğat maşını xalqa eyni ideoloji tezi təlqin edir. Avropa mənəvi olaraq çürüyüb. Orada yalnız gey paradlar və əxlaqsızlıq var. Qərb bizim ənənəvi dəyərlərimizi, ailə modelimizi məhv etmək istəyir. Biz dünyada mənəviyyatın və həqiqətin son qalasıyıq. Bu şovinist psixologiya Rus cəmiyyətində iki böyük vərdiş yaratdı. Birincisi, özünü digər xalqlardan üstün görmək. İkincisi isə iqtisadi geriliyini və azadlıqların olmamasını mənəvi üstünlük bəhanəsi ilə örtbasdır etmək. Nəticədə nə baş verdi? Özünü üstün və sivilizasiyanın xilaskarı görən bu düşüncə tərzi qonşu ölkələrə təcavüzü, milyonlarla insanın ölümünü və ölkənin bütün dünyadan təcrid olunmasını haqlı mübarizə kimi qəbul etdi. Kütlə bu qədər kanal, bu qədər siyasətçi deyirsə, deməli düzdür deyərək özünü böyük bir fəlakətin iştirakçısına çevirdi. Biz artıq 2026-cı ildə yaşayırıq. İnsanlıq süni intellekti inkişaf etdirir, kosmosun dərinliklərini kəşf edir və kvant kompüterləri yaradır. Eyni zamanda alimlər günbəgün barbar bağırır. Planetimizin resursları tükənir, iqlim dəyişikliyi geri dönməz həddə çatır, ekoloji böhran bütün bəşəriyyətin mövcudluğunu təhdid edir. Belə bir dövrdə bəşəriyyətin əsas hədəfi nə olmalı idi? İnsan haqlarının qorunması, sərhədlərin və ziddiyyətlərin minimuma endirilməsi, sosial kapitalizmin və humanist yanaşmaların inkişafı, planetin xilası üçün qlobal həmrəylik. Lakin reallıq tamamilə başqadır. İnsanlar hələ də 1000 illər əvvəlki ibtidai mağara instinktləri ilə idarə olunur. Mənim tayfam, dini inancım, millətim səninkindən üstündür. Siyasətçilər kütlə psixologiyasının bu zəifliyini çox yaxşı bilirlər. Cəmiyyətə təhsil, səhiyyə, sosial rifah və ekoloji həllər təqdim etmək çətindir. Böyük resurs və zəka tələb edir. Lakin kütləyə bir düşmən göstərmək və nifrət alovlandırmaq çox asandır. Dünya siyasətçiləri insanların ibtidai egolarını və qorxularını qızışdıraraq öz nüfuzlarını qoruyurlar. Kütləni düşmənçilik ideologiyasına inandırandan sonra isə onları öz şəxsi və siyasi maraqları üçün müharibələrə, qırğınlara göndərirlər. Milyonlarla insan süni şəkildə uydurulmuş ideologiyalar və mənasız inanclar uğrunda ölür və öldürülür. Bütün bu tarixi və sosial fəlakətlərin kökündə tək bir psixoloji xəta durur. Əksəriyyət edirsə, deməli düzdür. Əgər bir cəmiyyət fərdlərdən deyil, kütlədən ibarətdirsə, o cəmiyyət hər zaman manipulyasiya olunmağa, istismar edilməyə və sonda fəlakətə məhkumdur. Bu zənciri kəsməyin və ibtidai ego tələsindən çıxmağın yeganə yolu
tənqidi təfəkkürdür. Sizə təqdim olunan media, dövlət, din və ya cəmiyyətin yaşlı təbəqəsi tərəfindən mütləq həqiqət kimi sırınan hər bir ideologiyaya qarşı bu sualları verməyi vərdiş halına gətirin. Bu fikri, nifrəti mənə niyə aşılayırlar? Bunun arxasında kimin siyasi və iqtisadi marağı durur? Arxasındakı tarixi və sosial səbəb nədir? Bu düşmənçilik həqiqətən təbiidir, yoxsa zamanla konstruksiya edilib? Mən bu ideologiyaya kör-körənə inansam və onun arxasınca getsəm nəticəsi nə olacaq? Sülh, inkişaf, yoxsa qan və fəlakət? 1,2 milyard insanın bir inancda olması, milyonlarla insanın eyni millətçi lozunqları qışqırması və ya bütün cəmiyyətin eyni düşmənə nifrət etməsi o şeyin doğru olduğunu göstərmir. Dünyanı daha humanist, açıq və yaşanılan bir yerə çevirmək istəyiriksə, kütlənin hayqırtısına deyil, öz şuurumuzun və tənqidi təfəkkürümüzün fərdi səsinə qulaq asmalıyıq. Oxuyun, araşdırın, müqayisə edin və ən əsası sorğulayın. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.